qiyamət günü olacaq. Bütün insanlar məhşərə gələcəklər. Və bütün insanlar məhşərə gələndən behiş cəhənnəm ayrılacaq, cəhənnəmə gedənlər, behişdə gedənlər. Allah əmr eləyəcək mələklərin birinə, götürün bunu da var. Hara aparın? Apararlar cəhənnəmə tərəf. Allahdan əmr gələr, mən deməmişəm cəhənnəm aparın, saxlayın bu şəxsi. Allahım, nə əməl sahibidir bu şəxs? Allah Teala əmr eləyər, bir gün gecənin bir aləmində gecə namazına durdu, mənim qorxumdan titrədi və göz yaşı döktü. Hâzâ atiqun şə'ri. Belədir. Hâzâ atiqun şə'ri. Onun gözünün yaşarması, gözündən yaş gəlməsi onu cəhənnəm otundan azad elədi. Gör, Allahın nə qədər böyük şəfqət və məhəbbəti var, amma biz gündə nə qədər günah edirik. Amma günahın müqabilində peşman olur, bağlanmır. Hâzâ atiqun şə'ri. Bu, onun gözlərinin yaşıdır ki, cəhənnəm odundan azad elədi. Allah dedi, aparın bu yaşda. Üçüncüsü, وَعَيْنٌ بَاتَتْ سَاهِرَةً فِي سَبِيلِ اللّٰهِ. Səhərə qədər oyaq qaldı. Səhərə qədər oyaq qaldı. Zikr elədi, gəlib qorxdu. İmam Hüseyin Aleyhisselam bu dediklərimizin hamısını yaşadı. Qeyd etdiklərimizin hamısını yaşadı. Günah etmədi. Nə ki günah? Əli Aleyhisselam buyurmuşdu ki, heç günah barəsində düşünmədi. Günah etmək ayrıdır, günah barəsində heç düşünmədi. Ona görə İmam Hüseyin Kərbəlada qanı ilə yazdı öz adını. Tarixin şirin sətirləri ilə Hüseyin öz adını yazdı. Və sübut etdi dünyaya ki, ədalət, Qur'an, birlik, vəhdət, namus, iman, namaz və bunların hamısını kamil İmam Hüseyin yerinə getirdi. İmam Hüseyin Aleyhisselam əşhədu ennəkə qəd əqamtəs salar və ateytəs zəkə və əmərtə bil ma'ruf və nehikə anil münkər barəsində xütbə demiş, söz demiş, mən şəhadətə yetəcəyəm. Allah yolunda öləcəyəm. Ne üçün? Şəhadət verirəm ki, namaz aradan getməsin. Mənim ölümümdən məqsəd namaz aradan getməsin. Ay cavanlar, namazı tapşırdı bizə. Və Allah əmrlərini tapşırdı. Haqq nə qədər acı olsa, onun şirinliyi soradı. Namus aradan getməsin. Üzr istəyirəm ifadəmə görə. İmam Hüseyin Aleyhisselam boş yerə demirdi ki, şair bunu qələmə alıb, 114 ola oğlum mənim Allah. 114 ola oğlum mənim Allah. Verəm hər surə-i Qur'an. Nəinki mənim əsxərim, nəinki əkbərim, nəinki Qasimin, nəinki Abbasın, o müfəzli Cəfərin 114 ola oğlum mənim Allah. Niyə 114 rəqəmi dedi? Çünki 114 surə var. Hər birini Allah xatirinə verirəm. Tək İslam aradan getməsin, Qur'an aradan getməsin, Hüseynin məktəbi aradan getməsin. Hüseyin Aleyhisselam'a çox dedilər, getmə meydana, ölüm var, öldürəcəklər. Allah buyurdu ki, وَكَفَى بِاللّٰهِ شَهِيدًا. Cavan xanımın zinəti boyunbağı olduğu kimi ölüm də müminin zinətidir. Ölüm də müminin zinətidir. Mənim dəyərli qardaşlarım, İmam Hüseyin Aleyhisselam hər şeyindən keçdi və hazır idi keçsin ki, din,
İslam aradan getməsin, Qur'an aradan getməsin. Bir nöqtəli kəşf olmayacaq əhl-i məcaza, qam ilə huzur aldı qiyamətli namazı. Bax bu saatlar, siz özünüzü aşura hiss edin, Kərbəla, səhnəni hesab edin. İmam Hüseyin əleyhissalam 30.000 qoşun dayanıb, Fəratin yolları bağlanılıb, xeymədə susuz insanlar, uşaqlar ağlayırlar, su deyirlər, imam bilmir dərdin kimə desin. Əsqərin əlindən verib, 6 aylıq babasını verib, Əkbərin verdi, hər bir şəhidi əlindən verəndə deyildi, Allahümmə təqabbəl hadəl qurban. İlahi, bu qurbanı məndən qəbul edin. Hüseyin, atam, anam sənə qurban. 6 aylıq balanı qurban verdi, dedim, ilahi, məndən qəbul edə və hər bir qurbanı qəbul etməyəndən sonra verdin, ilahi, rizəmi qıdırsan. Allah görəsən, sən məndən razı qaldın. Qiyamət günündə məhşərdə nə qədər insanlar var, səs gələr mələklərdən. Hamınız gözlərinizi aşağı dikin, başlarınızı aşağı tutun. Niyə? Görənlər bir xanım gəldi, Fatıma-i Zəhra salamullah əleyha, əlində bir qanlı köynək. Xanım gələr məhşərdə düz dayanar, Fatıma-i Zəhra salamullah əleyha buyurur, təqulu, İlahi və seyyidi və mevlaya uhkum beyni və beynə mən zələmən. Allahım, ey mənim mövlam, mənimlə və mənə zülm edənlərin arasında hökm edə, ədalətinlə hökm edə. İmam Hüseynin qanlı köynəyə atar məhşər. Boş yerə deyil. İmam gördü, xeymədə də oğul tayfəsi qalmayıb. Bir neçə dəqiqə qalın meydana geçsin. Cənab-ı Zeynəb gəldi, dedi, atam oğlu qardaş. Bimar-ı Kərbəla Zeynul Abidin oğlun səni istəyir. İmam Zeynul Abidin xəstə idi Kərbəlada. İmam deyir, öz halında idi. Gəldi Bimar-ı Kərbəlanın İmam Zeynul Abidin oğlunun yanına, dedi, oğul nə istəyirsən? Dedi, ata, mən bir neçə gündə əmim Əbbası görmürəm. Veynə, əmmi, hanı mənim Əbbas əmim? İmam başını sallaşadı, dedi, öldürdülər əmin Əbbası. İmam Zeynul Abidin buyurdu, bəs mənim qardaşım Əli Əkbərdən xəbər yoxdur, niyə gəlin mənim yanıma dəymən? Adətən, üzr istəyən bir adam xəstə olanda gözü yoldalar, görəsən qardaşım gələcək. Atam gələcək. Yaxınlarım gəlin mənim pişvazıma gələcək. Gözü yoldalar xəstənin adətən rəisini. Buyurdu Əli Əkbər. Əli Əkbərdən nə xəbər var? İmam başını sağ oldu, dedi, başını sağ olsun Əli Əkbər tərəfindən. Əli Əkbərin susuz öldürülmüş. İmam Zeynul Abidin yataqdaydı, dedi, biri Zeynəb mənim əshabı gəlir. İmam deyir, gördüm. Əshabı gəlir, Zeynəb verdi. İmam Zeynul Abidinə gördüm, İmam Zeynul Abidin təki yeni vəsiyə oğul hara gedir. Aleyküm. Hara gedirsən oğul? Dedi, atan sənin bütün yar-ı ənsarını qırıblar. Qoy mən gedim düşmənlə, heç olmasa bu xəstə canımla vuruşur. İmam buyurdu, oğul, gərək xeymədə bir kişi daiməsi qalsın.
Allah heç kimin əvvəlin xoş axırını zəlil eləməsin. İmam Hüseyin Əleyhisselam dedi, bacı, mənim Zülcənahımı gətir, artıq meydan vaxtıdır. İmam Zülcənahı minib gedəndə gördü, Zeynəb ağlayır. Hüseyin! Dədəm oldu görmüş. Abbasım getdi. Əkbarım getdi. Qardaş, anın əvəzi döyürəm. Adətən meydana gedəndə mənə gələn söz deyərdim. Qardaş, bir axtan düş yerə. Bacı, nələr mi olmuş? İmam ədəblə axtan düşdü. Dedi, Zeynəb, eşidirəm. Dedi, qardaş, neçə vaxtı deyə bilmirdim səni, mən uşaq idim, gördüm nənəm Zəhra köynək keçir. Uşaq idim, dedim, nənə bu köynək nə köynəkdir? Dedi, qızım, bir zaman mən olmaram, Hüseyin'i Kərbəlada susuz şəhid eləyəcək. Dedim, ana Hüseyin elə balacadır. Ah, bu köynək böyle qalsındır. Dedim, mən bilirəm. Qardaş, nənəm Zəhranın altı kişidir, istəyirəm bunu sən giyəsən. Bu nənəm Zəhranın altı kişidən biləcəm səni necə şəhid edirlər, harada şəhid edirlər. İmam Hüseyin Aleyhisselam nənəsi Zəhranın tikdiyi köynəyi geydi və meydana gedəndə Zülcənahı indi istədi geçsin, gördü, at hərəkət edir. Eynən atın dili var idi, Hüseyinlə danışa bilmir, işarə edirdi. İmam gördü, görəsən Allah, indi nə oldu, niyə girə bilmir? Üzr istəyəm, mən analarından başlasın, evdə qız uşağımız var. Qız uşağı olan bilər, ata evdən çıxanda uşaq gələr, qolları salar bərəsini boynuna. İmam istədi hərəkət eləsin. Gördü, at getmir, Zülcənah getmir. Zülcənah niyə getmirsən? Zülcənah sanki başı ilə işarə elədi ayaqlarına. İmam baxdı atın ayaqlarına, gördü Rüqayyə atın ayaqlarını tutur. Baba, mənim də sənə bir sözüm var. Əmməm bilim Zeynəblə danışdı. Amma niyə məni sən qucağıma almırsan? Atacan, mənim sənə sözüm var, qızım, nə sözüm var? Atacan, hara gelirsən? Məni qapar özüm. Dedi, qızım, meydana gedirəm. Dedi, əmim Abbas getdi, gəlmədi. Qardaş, Məçbər getdi, gəlmədi. Atım, məni niyə girsən? Onda mənim qulağımdan quşlarını niyə çıxardın? İndi bildim, atasız öləcəyəm. Ata, indi bildim, atasız oldum, yetim oldum. Bir cür aram elədi. İmam Hüseyin Aleyhisselam Zeynəbə buyurdu, gəl mənim balamı alıb qucağımdan. 3 gündür susuz idi, dırnaqları və dodaqları parçalanmış vəziyyətdir. Hətta bir rəvayətli yuxuladı dədə qucağımda.